Ama her şey karşılıklı olmalı. Evet, öyle oluyor. Ha, bu tamam. Birlikte saat 10'da hamı yerinde olacak, başlayabiliriz. Hamı yerişlerdə başlayalım. Hamı beğenirsiniz, eğlenirsiniz. Как сказать, что я хочу посмотреть внимание? Bu başta sen yanına geçecekler. Əzizlərim, xahiş edirəm bir dəqiqə dinləyək. 35 2 burada 2 Eminəm, gəl sizə. Siz de bu başta. Salam hörmətli iştirakçılar. Sizi burada görməkdən, salamlamaqdan, sizinlə ünsiyyətdə olmaqdan çox məmnunam. Belə bir imkanı bizə yaratdığına görə mən öz donorumuza, Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinə təşəkkür edirəm. Sizinlə çünki təmasda olmaq, sizin fikirlərinizi almaq, təşəbbüslərinizi öyrənmək çox qürur vericidir. Mən özümü təqdim edirəm, mənim adım xanım, soyadım Əhmədzadədir. Mən bu layihənin ekspertiyəm. Bizim mövzumuz Rolabdan göründüyü kimi nigahın pozulması səbəblərinin hüquqi təhlilidir. Biz bu layihə üzərində işləyən zaman, araşdırma aparan zaman, tədqiqat aparan zamanı müşahidə etdik ki, bu həqiqətən bizim ölkəmizdə bir sos siqnalıdır. Hörmətli Südəbə xanım, çox xoş gəlmişsiniz. Bu sos siqnalı nədən ibarətdir? Çünki hamıya məlumdur, deyəndə kütləvi informasiya vasitələrindən də yaşadığımız həyatda da görürük ki, boşanmaların sayı həddən ziyada artan şkala üzrə davam etməkdədir. Bu problem əlbəttə ki, çox ciddi bir sosial problemdir. Çünki bu bizim həm demografik göstəricilərimizə, həm sosial həyatın çətinləşməsinə, həm çoxlu sayda negativ halların yaranmasına, ailə daxili zorakılıq nəticəsində yaranan bir problem olduğundan hər birimizi düşündürür. Bu barədə danışmaq üçün mən hörmətli pedaqoq, Respublikamızın tanınmış ziyalımız olan Südəbə xanım Abdullayevə söz vermək istəyirəm. O fikirlərini bildirsin, sonra davam edəcəyik. Çox təşəkkürlər. Salam, hamını salamlayıram. Qadının cəmiyyətdəki rolu hamımıza məlumdur. Adicə evimizdən götürsək, oğlu da, qızı da ana tərbiyə edir. Ata gedir işə, gəlir axşam 1-2 saat görür uşağı, uşaq yatır. Amma gün ərzində o məktəbdə və məktəbdən sonraki dövrdə anası ilə olur. Deməli, bütün tərbiyənin təməlində ana durur. Ananın da xarakteri daim keçir uşaqlara. Təhsilimizdə də anaların rolunu biz yaxşı görürük. Bizim öz məktəbimizdə də natamam ailələr var ki, biz onun əziyyətini çəkirik. Məsələn, neçə sinifdən var ki, hal-hazırda ata-ana ayrılıblar, uşağın biri qalıb atada, biri qalıb anada. Ana gəlir uşağı görməyə, atası tapşırıb ki, mənim uşağım qəyyumluq məndədir, göstərməyin. Ana, özünüz bu hissi hiss edirsiniz də, bu yaxında çox pörrək bir hadisəni müşahidə elədik. Deməli, uşağın ikisi də atasındadır. Hələ tam qəyyumluq rəsmi elan olunmayıb. Anası gəlmiş məktəbə hansısa bir arayış almağa, gördü uşaqları, böyük oğlan yaxın buraxmadı onu, çünki atası belə tapşırıb. O balaca isə, balacadır da, anasını görən kimi atdı özünü onun qucağına, qucaqlaşdılar, öpdü, görüşdülər, necə sevinir və ana çıxan kimi biz gördük ki, uşaq döyür onu, müdaxilə elədik, sən niyə ata deməmişdi ana ilə danışma. O da ağlaya-ağlaya deyir, axı mən darıxmışam onun üçün, axı mən anamı istəyirəm.
çox acınacaqlı bir mənzərə idi. Biz hamımız qarışdıq o işə, o uşağı hər cürə çalışırdıq ki, ürəyini alaq, sakitləşdirək. Amma hamımız da elə təsirləndik, duyğulandıq ki, neçə saat o mənzərəni müşahidə edənlər özünə gələ bilmədi. Ona görə də ailə quranda tam fikirləşmək lazımdır. Əvvəlki dördür, 15-18 yaşında gözü açılmamış verirdilər. O da baş üstə deyib gedib dolanırdı. Amma indi başqa dövrandır, başqa zamanədir. Lazımdır ki, 100 dəfə ölçüb biçmək. Bacı qardaş sövdələşirlər. Mən səni qızı alacağam. Bir qızın oğlanın fikrini almırlar. Bir aydan sonra görürsən ki, mən ona bacı gözündə baxırdım. Mən ona sevə bilmirəm. Çünki qohumuq. Bax, belə hallarla da biz çox rastlaşırıq. Yəni, anaların da bir qisminin, siz də müşahidə eləmişsiniz də, nəysə bir xarakterində, əxlaqında dəyişikliyi də biz müşahidə eləyirik. Və çox çətin, çox pis vəziyyətdir ki, biz müdaxilə eləyə bilmirik. Elə şey var ki, onu qanuniləşdirə də bilmirsən, sübut da eləyə bilmirsən. Amma bilirsən ki, bu belədir. Bu sahədə son dərəcə diqqətli olmaq lazımdır. Belə uşaqlara qarşı çox diqqətli olmaq lazımdır, həssas olmaq lazımdır. Yəni, onların onsuz da ürəyi sınıqdır. Onsuz da onlar, necə deyim, məhəbbəti ala bilmirlər, o məhəbbəti. Anası ilə qalıbsa, ana əsəbidir. Hər gün onun atasının ardıca nələrsə deyir, uşaq mənəvi sıxılır. Atası ilə qalıbsa, ata anası üçün deyir, o yenə sıxılır. Belə uşaqlar gələcəkdə gəlir, sevgisiz uşaqlar olur. Uşaq da gördüyünü verir də öz uşağına. Törənən nəsildə sevgisiz uşaqlar olur. Yəni, cəmiyyəti, insanları sevmirlər və bütün cinayətlər də buradan başlayır. Ana, atası sevgisi görməyən uşaqlar qəddar olurlar, ürəklərində rəhm olunur. Çünki görməyiblər onu. Çalışmaq lazımdır ki, ümumiyyətlə belə hallar baş verməsin. Uşağının xatirinə hər bir insan dözüb yaşamalıdır. Yox, ayrılaram, nə yaxşı, gedərəm, işləyərəm, özümü saxlayam. Sən özünü saxlaya bilərsən. Amma sən uşağın yerdə zədələnir, onun bütün psixologiyası, həyatı, mənəviyyəti heç olur. Son dərəcə ehtiyatla belə ailələrə də, uşaqlara da yanaşmaq lazımdır. Tövsiyələrimizi hər zaman verməliyik. Pedaqoqlar, mən üzümü onlara tuturam. Mən şəxsən adını çəkmirəm, 2 dənə ailəni barışdırmışam, qoymamışam. Onlar ayrılsınlar. Vaxtımı itirmişəm, çağırmışam, oturtmuşam. Danışmışam və axırda nail olmuşam. Amma bir dənə ailədə mən bunu eləyə bilmədim. Ona görə ki, xanım gəldi, başı bağlı xanım idi, cavan 28 yaşında. Dedi ki, mən uşağımı aparıram məktəbdə. Niyə aparırsan ki, daha sinif idi? Dedi ki, oxutdurmuram. Dedim, mən verə bilmərəm. O getdi, atası gəldi. Dedi ki, uşağın sənədlərini verməyin ona. Mən çağırdım içəri, dedim ki, qardaşım, Allah şeytana lənət eləsin. İnsandır da, bəlkə əsəbi olub, sənə cavab qaytarıb, bəlkə bir nəsə qeyri-etik hərəkət eləyib, keç onun üçün barış. Kişi ağlaya-ağlaya dedi ki, sizin dediklərinizin hamısını keçərdim. Hər bir işə gedir, 6-da gəlir evə, 9-acan bir təhər uşaqlarını görür, gedir səhərəcən də aeroportda fəhləlik eləyir ki, yaxşı yaşayasınız. Sən də çatda kimlərləsə danışırsan. Çox təəssüf ki, belə cahil insanlar var hələ də. Mübarizə aparın belələrinə qarşı, heç neydən qorxun. Bizim 10%-ni də olsa götürəcək. Hamısı götürməsə də, belə gedişlə bəlkə biraz biz nəsə əldə eləyə bilərik. Çox sağ olun, diqqətinizə qoyun. Çox təşəkkür edirəm. Zərbə xanım, siz Azərbaycanımız diqqətlə yanaşsaq, laqeydlik göstərməsək, qonşuda olan davanın və ya münaqişənin bizə nə dəxli var fikri ilə yaşam tərzimizi davam elətdirməsək, bəlkə də boşalma halları bu qədər yüksək həddə olmazdı.
Qeyd etmək istəyirəm ki, həm ölkəmiz bizim anayasamızda, yəni konstitusiyamızda qeyd olunduğu kimi demokratik, humanitar, unitar bir ölkədir. Bizim qüvvədə olan bütün qanunvericilik bazamız, qanunverici aktlarımızın kökündə bizim konstitusiyamız dayanır. Bununla bağlı qəbul olunan bütün istər uşaq hüquqlarla bağlı, qadın hüquqlarla bağlı, beynəlxalq konvensiyalarla bağlı qəbul olunan aktlar da, hüquq aktlar da kökündə əsaslanır və istinad olunur bizim ana qanunumuza, yəni bizim konstitusiyamıza. Bildiyiniz kimi, məlumat vermək istəyirəm sizə ki, bütün qanunlar müzakirəsi zamanı, mən özüm də Milli Məclisdə müəyyən qanunverici aktların qəbulunda ekspert kimi iştirak etmişəm. Ən birinci bizi düşündürən nədir? Bizim övladlarımız, uşaqlar. Ən birinci yerdə uşaqların hüquqları, azadlıqları, haqları dayanır. Bizim ölkəmizdə uşaq hüquqları haqqında qanun var. Bundan başqa Beynəlxalq Uşaq Konvensiyası var. Beynəlxalq Konvensiyada BMT-nin tərəfindən qəbul olunubdur və o dünyanın demək olar ki, 2 ölkəsi istisna olmaqla bütün ölkələr həmin konvensiya qoşulubdur və bizim ölkəmizdə də Beynəlxalq Uşaq Konvensiyası ratifikasiyadan keçib və çox güclü bir hüquqi bazası olan bir qanun toplusudur. Bundan başqa mənim əzizlərim, ölkəmizdə Ailə Məcəlləsi var. Ailə Məcəlləsində ailənin funksiyaları, ailənin hər bir fərdinin, həm ananın, həm atanın orada ər və arvad gedir. Arvad senzuradan kənar söz deyil, ədəbi bir sözdür. Həm də uşağın haqqında bütün mülahisələr, bütün fəaliyyətlər qanunla tənzimlənir. Adətən belə bir deyim var ki, ailə dövlətin dayağıdır. Bəli. Mən nəyə görə bir məsələyə sizə fikrinizi cəmləşdirmək istəyirəm ki, biz layihə üzərində işləyəndə baxdıq, nigahın pozulması nələrə gətirib çıxarır. Mən belə gəl ki, öncə bir insan olaraq, ana olaraq, sonra bir ictimai fəal olaraq hesab edirəm ki, məncə bu nigahın pozulmasının fundamentində duran əsas manevr bizim genofondumuzun və bizim əhali sayımıza təsir edən amillərdir. Əgər bir ailə dağılırsa, artıq yeni bir insan dünyaya gəlməsi sıfırlanırsa, biz həmişə fəxrlə axı böyük milləti, böyük xalqı, böyük ölkənin vətəndaşları və böyük sayı çox olan istəyirik. Biz bir yandan deyirik ki, 50 milyondan çox, 60 milyondan çox Azərbaycanımız var bütün dünyada. Bəlkə də onların sayı bundan da çoxdur. Yəni, dəqiq statistikanı təbii ki, mən də bilmirəm. Amma bizim bu sayımızın təsir edirsə, məncə elə ən böyük bəla bundan qaynaqlanır ki, o bizim sayımızın azalmasına təsir edən amillərdən biridir. Eyni zamanda diqqətinizi çatdırmaq istəyirəm ki, biz 20 ildən artıqdır ki, Müasir Cəmiyyət və Qadın Hüquqları Təşkilatı olaraq dövlət qeydiyyatından keçmişik və regionlarımızın demək olar ki, çoxunda, bəlkə də 80%-dən tədbirlər keçirmişik. Adətən uzun illər bundan qabaq, mən demək istəmirəm ki, Bakıda nigah pozulması çoxdur, regionda azdır, belədir. İndi inanın ki, ucqar bir dağ kəndində də bir də görsən, deyir ki, artıq mənim dözmək imkanlarım sıfırlanıb, belə davam edə bilməz, bir də altda yaşamaq imkanlarımız tükənib. Amma biz vətəndaş olaraq, ictimai vətəndaş cəmiyyətinin üzvü olaraq cəmiyyətə ailəmizi qoruyaq, ailəmizi möhkəmləndirək, övladlarımız natamam ailədə böyüməsinlər ki, mesajları vermək istəyirik. Amma digər tərəfdən, deyir, bu otağın da 4 bucağı var da, hər bucaqdan biz fərqli görünürük. Amma digər bir baxış bucağından baxanda da görürük. Yəni, mənə müraciət edən xanımların dilindən deyirəm, axı bu ana, bu qadın nə qədər şiddətə məruz qalsın. Bizim ölkəmizdə 2010-cu ildə məişət sonraki ona qarşı mübarizə haqqında qanun qəbul olunubdur. Həmin qanunda da qeyd olunur ki, insan bir fərd olaraq, individual bir şəxs olaraq, bir şəxsiyyət olaraq zorakılığa məruz qalmalı deyil. Bununla bizim ölkəmiz mübarizə aparır. Bununla bağlı bizim ölkəmizdə müxtəlif qurumlar bunun qadının, ümumiyyətlə nəyə ki qadının, uşağın, biz ayrıseçkilik salmayaq. Eyni zamanda bizim ölkəmizdə gender bərabərliyi haqqında da qanun var. Axı digər, biz bir qadın olaraq, ana olaraq, xanım olaraq, axı digər tərəfin də haqlarını və hüquqlarının pozulmasına razı olmalı deyilik. Axı onlar da yad deyilər, onlar da bizim atamızdır, bizim qardaşımızdır, bizim ömür gün yoldaşımızdır, bizim oğullarımızdır. Onların da haqqına girilməsini biz razı deyilik əlbəttə ki. Amma bayaq qeyd etdiyim kimi, əgər bir ailədə illərlə
zorakılıq baş verirsə, bu ailə-daxili münaqişə, ailə-daxili zorakılıq da adlanır. Bu demək deyil ki, yalnız əlbəyaxa döyüş texnikası şiddət hesab olunur, zorakılıq hesab olunur. İqtisadi zorakılıq da var, eyni zamanda psixoloji zorakılıq da var. Yəni, zorakılığın növləri çoxdur. İndi bizim mövzumuz əsasən nikahın pozulmasından bağlıdır. Əgər ailədə böyüyən bir uşaq da gözünü açır, ananı gözü yaşlı görür, ananı əzilən, döyülən, vurulan və digər halların baş verdiyini görürsə, bu uşağın axı qəlbində bu cəmiyyətə qarşı bir nifrət yaranır, ikrar hissi yaranır. Əgər bu həyatdırsa, bu yaşam tərzidirsə, o bundan küsür, inciyir, təbii ki, onun təhsilinə təsir edir. Belə uşaq davadalaşın olduğu, necə deyim, döyüşün, yəni əl qaldırır, ananı şiddətə məruz qoyur. Bu uşaq necə gözəl təhsil ala bilər, necə dərslərinə yaxşı hazırlaşa bilər. Təbii ki, onun iç dünyası artıq, necə deyərlər, məhv olur. Amma nikahın pozulması ilə bağlı da bəzən qadınların, bəzən də kişilərin, bayaq hörmətli Sürəbə xanım da qeyd edir, elə fundamental səbəblər olur ki, mən, məsələn, özüm də düşünürəm ki, belə bir şiddətli mühitdə, belə bir dava dalaşının, belə bir əzilmənin ayrılmaları sivil müstəvidə, yəni dava-dalaş olmadan, yəni bir-birinə qarşı təsir və təzyiqlər olmadan sivil şəkildə ayrılmaları bəlkə də daha doğru, düzgün hərəkətdir. Eyni zamanda bununla bağlı da ölkəmizdə 2019-cu ildə yenə də bu kimi boşanmaların, nikahların sayının azalmasına bağlı ölkəmiz belə bir qanun qəbul elədi və belə bir agentlik, şura yarandı. Mediasiya şurası. Mediasiya şurası da nikah, məhkəmə qarşısında iddia qaldırmış cütlükləri məhkəmədən qabaq onlara dəvət edir, onlarla görüşür, onların problemlərini, səbəblərini öyrənir, onların barışmaq üçün imkanları varmı, nikahdan sonra uşağın müqəddəratı necə olacaq. Bir məsələni qeyd eləmək istəyirəm. İndi biz uşağın situasiyasına baxaq. Bu ata, ana və uşaq. Bu ata ilə ana ayrıldı, bəs uşaq illərlə oxuduğu məktəbdən artıq ayrı bir ünvanda yaşamalı olur bəzən. Hansı səbəbdən? Çünki ananın situasiyasına baxanda qüvvədə olan qanunvericiliyə görə əgər bir qadın, bir gəlin də belə deyək, qaynana qaynatasının sahibi olduğu mənzildə yaşamağa başlayıbsa nikahdan sonra, onun məhkəmə qərarından sonra boşanma rəsmiləşibsə, onun həmin mənzilə sahibkarlıq kimi bir səlahiyyəti olmur. Onun orada yaşamaq haqqı tanınır. Əgər boşandıqdan sonra ər də ailə qurubsa, təsəvvür edək ki, ana orada necə yaşaya bilər. Təbii ki, bu mümkünsüz bir haldır. Ona görə deyirəm ki, uşaq artıq bəzi hallarda məhkəmənin qərarına əsasən anaya verilir. Elə nüanslar olur ki, ataya verilir. Və ola bilər ki, ana da çətinlik qarşısında qalır. Mən necə deyə bilərəm, heç kimi müzakirə eləmək istəmirəm. Amma elə situasiyalar olur ki, ana öz uşağını uşaq evinə verməli olur. Düzdür, uşaq evi bizim dövlətimizin himayəsindədir. Ona orada gözəl təhsil də verilir, qidası da, qalmaq mühiti də çox ürək açandır. Amma baxmayın, axı biz bu yaşdayıq. Bizim qalanları Allah qorusun, hamımızın ehtiyacı olur bir ana sığalına, ata tumarına. Yaşımızdan asılı deyil ki, ananın yaşı yoxdur, atanın yaşı yoxdur. Bu bizim hamımızın qəlbini titrədən amillərdir. Bəlkə də bizim bu genofondumuz, bəlkə bizim bu genlə, qanla gələn bağlılığımızdır ki, biz daha çox bağlı oluruq. Bəs bu körpə, necə deyim, körpə müəyyən yaş həddində. Çünki bizdə də 18 yaşına qədər mənim əzizlərim, insanlar uşaq hesab olunurlar. Ona görə də mən nikah yaşı 18 olanda inanın ki, mən o günü o qədər bayram kimi qeyd elədim ki, mən nə qədər Milli Məclisə müraciət etmişəm, bəlkə bunu bəziləri xoşlamırlar ki, 17 yaşında artıq nə olar? Əzizlərim, o qədər müraciət etdim ki, bu bir yaş azaltmaq məsələsi aradan qaldırılsın. Çünki deyir, yaxşı onu qaçırıblar, qaçırmaq nədir? İnsan uğurluğudur. Biz dedik ki, könüllü şəkildə bunlar artıq nikaha girməyə hazırlaşırlar, amma bu doğru düzgün yanaşma deyil axı. Hesab edirəm ki, hətta 18 yaşda ailə quran insanlar üçün tezdir. Əlləri bir çörəyə çatsın, bir peşəyə sahib olsunlar. Biz alanı vəziyyətinə baxaq. Məhkəmə rəsmiləşdikdən sonra, yəni nikahın pozulması haqqında qərar qəbul edildikdən sonra böyük problemlər ondan sonra hətta başlayır ki, yaxşı, bunlar ayrıldılar.
Mənzilin bölüşməsindən bağlı qeyd elədim, hətta zinət əşyalarının bölünməsindən, uşaqların kimdə qalmasından bağlı, ən yaralı yeriniz, aliment məsələsindən bağlı. İnanın, bu saat mənə bu günlərdə bizim bir xanım Bülbülədən yaşayır. Deyir ki, mənim yoldaşım atıb məni və Rusiyaya gedibdir. İki uşaqla ayrılmışam, onları mən necə saxlayayım? Axı, mən burada Azərbaycanda yaşayan, alimentdən qaçan, o ataları tapmaq üçün müəyyən strukturlar var ki, müraciət edirəm. Mən indi bu Rusiyada, müharibə gedən ölkədə bu atanı necə tapam? İki uşaq da ac qalıb, suz qalıb və özü düşünməlisən ki, axı, bu mənim övladlarımdır, atalıq vermişsən, bəli, rəsmi şəkildə, bunlar onun övladlarıdır. Yəni, bu nigahdan kənar övlad falan deyil. Axı, sən bunları atıb getmişsən, biraz da yəni fərdi yanaşmanın olmasını çox istərdim. Mənim əzizlərim, başqa bir səbəblərdən də, məsələn, ən çox xanımlar bildirirlər ki, bildirirlər ki, mənim kənar təsirlər oldu. Qaynananın, baldızın və digər yaxın qohumların təsirindən mən artıq ailəmi pozmalı oldum. Halbuki, hər bir ailədə bir dövlətdir. Onun da öz bazası var, toxunmayan xərclər hesabatı var, iqtisadi yanaşması var, planlaması var, dövlətin olduğu kimi. Yəni, o da bir balaca dövlətdir. Amma bura yan təsirlərin çox güclü təsirindən əlbəttə ki, bir gün dözmək olur, 2 gün... Mən düzdür. Buyurun, buyurun. İnsan istəyəndə hər bir situasiyadan çıxa bilir. Yetər ki, sevgi olsun, səbr olsun. Yoldaşlı istəyirsənsə, yola verməyəsən, baldızlı da, qaynolu da, qaynitovu da, onlara hörmətlə yanaşmalısan. Düşünmək, ailə qurmaq mümkündür. Haqlısınız. Şimdi mənə belə gəlir ki, kompromis dayanır. Çünki qarşı tərəfini bir özünü onun yerinə qoyursan, düşünürsən ki, belə situasiyada mən nə edərdim? Bu mümkünsüz bir şeydir. Ona görə güzəştə getmədən, bir-birini anlamadan, bir-birinin sözünü udmadan, əlbəttə ki, ailəmizin möhkəmliyini, övladlarımızın möhkəm bir ailədə böyüməsi üçün cəhd etməliyik. Mənim əzizlərim, bəzən xanımlar müraciət edəndə bildirirlər ki, maddi cəhətdən imkansızlıq oldu, o səbəbdən də biz ayrılmalı olduq. Mən üçün, məsələn, işə düzəltməklə bağlı sual verirəm ki, hörmətli gənc ana və ya yaşlı xanım, bəs sizin hansı, məsələn, özünə məşğulluq proqramı var, Azərbaycan Respublikasında məşğulluq agentliyi var. Müraciət edək ki, bu ananın ehtiyacı vardır, dolanmaqla bağlı, uşaqlarla bağlı, onun işləməklə, əmək bazarına qoşulmalıdır. Heç bir təhsilim yoxdur. Əzizlərəm, ona görə mən hesab edirəm ki, möhkəm ailənin bünövrəsində, təməlində yaxşı təhsil dayanır. Bir də ki, hörmət edirəm sizin hamınıza ki, siz bu qədər işıqlı insanlarsınız. Bir məsələ, mənim individual fikrimdir, sizin fikirlərinizə də çox böyük hörmət və ehtiramla yanaşıram. Mən belə gəlir ki, bizim hamımızın ali təhsil alıb, diplom sahibi olmaq kimi bir mükəlləfiyyətimiz, öhdəliyimiz yoxdur. Bəs bu peşələr, bu sənətlər nə üçündür? Mənim çox yaxın bir qohumum Bakıda yaşayır, indi rayona göndəriblər onu. Hər gün deyəndə ki, həftədə bir neçə dəfə, məsələn, Şamaxıya və ya Şirvana da, Hacı Qabula tutaq ki, gedib gəlməli olur, Tuziyə gedib gəlməli olur. Bu qədərincə çətindir də, bir insan səhər tezdən qalıb, uşaqları məktəbə apar, bağçaya apar və özü də işə getmək üçün neçə kilometr, neçə 100 kilometr yolu qət etmək. Amma bir sənəti peşəni öyrənmək, ona yiyələnmək, nə gözəl olardı ki, bizim qızlarımızı bəzi analar tez, məsələn, mən də yenə deyirəm, 18 yaşına çatmayan yaşında belə irad bildirəndə ki, ay hörmətli xanım, xeyir ola sən bunu artıq nişanlamışam, hələ toy eləmirik ki, amma bəzi hallarda bizim digərlərimizdə, bizim layihəmizin tərəfdaşı olan Daxili İşlər Nazirliyinin əməkdaşı da iştirak edib bildirdi ki, neçə nəfər Daxili İşlər Nazirliyinin əməkdaşları, polislər toy məclisini dağıdıblar ki, hara, uşaq deyil bu, 17 yaşında uşağı siz burada gəlin fotosu qoyub ailə nigaha girməyə, axı onun hələ öz fikirlərini ifadə etmək, bir şəxsiyyət kimi fundamental şəkildə etiraz eləmək kimi imkanları zəif olur, ay əzizlərim. Hamımız 17 yaşımız olduqdan, düzdürmü? Yəni, onun ailənin təsiri və təzyiqi ilə, valideynlərin istiqaməti ilə, tövsiyəsi ilə o gəlinlik geyinib əyirinə yola düşməyə hazırlaşır. Yəni, əziz iştirakçılarımız, əzizlərim, siz həm çaylarınızı için,
həm şirniyyata qonaq olun, həm də məni dinləyin. Bir məsələdə nəzərinizə çatdırmaq istəyirəm ki, əgər sizin hüquqi yardımla probleminiz varsa, hüquqi məsləhət almaq istəyirsinizsə, zəhmət olmasa indi də fikirlərinizi bildirə bilərsiniz. Amma kimsə individual şəkildə, fərdi şəkildə öz problemini, hüquqi yardım almaq istəyini lazımdırsa, tədbirin sonunda yaxınlaşsın. Böyük məmnuniyyətlə bizim işçi qrupumuzda hüquqşünas da var, vəkil də var. Sizə hər tərəfli xidmət göstərməyə hazırdır və ona görə də sizin yanınızdayım. Mənim əzizlərim, biz bayaqdan danışırıq nikahın pozulmasından. Bəs bunu aradan qaldırmaq üçün sizin fikirlərinizi bilmək maraqlı olardı. Bəs siz necə düşünürsünüz? Necə də ki, bu ailələr boşalmasınlar, nikahın pozulması halları bu qədər çoxalmasın, bunun qarşısını almaq üçün sizin də fikirləriniz, təşəbbüsləriniz, rəylərinizi eşitmək istərdim. Neynəyək? Sizcə? Əyləşin. Rahat əyləşin. Nə lazımdır siz dediniz, Suda bu müəllimə qeyd elədim. Mən də sizin fikirlərlə şərikəm, razıyam, doğru dediniz. Mən də o fikirlərlə. Yəni, kompromisə getmək lazımdır, uşağın xatirinə, böyüyün xatirinə. Yəni, agresiv olmaq lazım deyil, ailədə qarşılıqlı hörmət, qarşılıqlı mehribançılıq gözlənilməlidir. O sərhəd var, hədd var, o həddlər gözlənilməlidir. Teşekkür edirəm, çox sağ olun. Hər şeyi gözləmək lazımdır. Yəni onu gözləmək üçün də uşağı, yəni qızı, oğlanı düzgün tərbiyə etmək lazımdır. Necə gözləyə bilər ki, tərbiyə olunmayan bir uşaq, bir ya oğlan uşağı, ya qız uşağı o hüquqları qoruya bilməsi heç vaxt ailədə. Ona görə uşaqları, qızları analar düzgün tərbiyə etməlidir ki, ilk növbədə təhsil verməlidir. Təhsil verəndən sonra ailə qurmalıdır. Uşaqlar, oğlan uşaqlarını da biraz mama uşağı böyüdürlər, yəni belə loru dildə desək. Yəni ən çox oğlan uşaqları heç bir məsuliyyət çəkə bilmir ailədə. Yəni ən çox da bu deyir ki, məsələn, gəlin ananı yola verməlidir, qaynananı yola verməlidir. Amma məncə elə deyil. Burada yalnız idarə edən kişidir. Çünki kişi ananı da yola verməlidir, yoldaş da yola verməlidir. Məsələn, mənim yoldaşım elə idi. Məsələn, anası mənə söz deyəndə anasının yanında mənim üstümə qışqırırdı ki, keç otağa, sən səhv deyirsən, gedirdi otaqda, içəri girirdi. Deyir ki, başa düşürsən də onun xasiyyəti elədir, onu dəyişmək olmaz. Yəni, mən onsuz da sənin üçün onu eləyirəm, indi 1 saat, 2 saat yola ver. Belə deyirdim, mən yumuşalırdım, kişinim də olmurdu qaynanama qarşı. Yəni ki, məncə hər şeyi kişi idarə eləyir ailədə. Ona görə kişiləri düzgün tərbiyə etmək lazımdır. Əsl kişisiniz. Çox təşəkkür edirəm. Yəni, ailənin başçısı kişi öz ailəsini də qorumalıdır, ananı da qorumalıdır. Yəni, hər kəsi öz yerində, öz saxlamaq lazımdır, bu başqa. Amma təhsil də doğrudan da vacibdir. Nəsə dəyişiklik yapılır. Oldu, çox sağ olun. Başqa şey dəyişiklik yapılır. Çox minnətdaram, fikirlərinizə görə, təşəbbüslərinizə görə. İslah olunmayan kişi, onda neynəsin qadın? Əgər kişi islah olunmursa, bəs bayaqdan deyirik uşağa görə dözək, ailəyə görə dözək, falana görə dözək, amma islah olunmayan kişilər də var da, onda neynəsin? Yəni kişi art içir, kişi əl qaldırır, kişi zorakılıq eləyir və valideyn də müdafiə eləmirsə və yaxud da uşaqlarını fikirləşirsə, yəni səbəblər var da, o zaman neynəsin? Pozub kimin üstünə getsin xanım? Sivil şəkildə boşalmaq lazımdır. Yaxşı, pozuldu bunun ailəsi, boşalsın, kimin üstünə getsin? Onun da arkasında duran atan olmalıdır. Atanada çox zaman imkanı olur. Hə, ay sağ ol. Yəni, belə hallar da var da, yəni o zaman neynəsin? Sığınacaq nə qədər saxlayacaq, bütün imkanlarından təmin edir? Yox. Çox təşəkkür edirəm. Ömür gün yoldaşı diyəcəndə çox tanımaq, bir-birini yaxşı kəşf eləmək lazımdır ki, yaxşı tanıyıb gələcəkdə problem yaşanmasın. Yadıma düşdü. Mən nə demək istəyirdim? Yəni, Hörmətli xanım, Xahiş edirəm, dinləyək bilərsiniz. Salamat müəllimə doğrudan, yəni bütün ailələrdə, evlərdə olan şeylərdə, çox ailələrdə mən demək istəyirəm. Mənə elə gəlir ki, evin böyüyündən çox şey asılıdır.
Məsələn, bir ağacı, mən həmişə evdə deyirəm ki, bir ağacı buradan çıxardıb başqa yerə əkirsən, onun qulluğunda dayanırsan, onun qayğısını çəkirsən, onun nazını çəkirsən ki, o böyüsün, kök atsın, orada möhkəmlənsin. Yəni evin böyüyü, evin qaynanası, qaynatası o gələn qıza, gələn gəlinə vaxt verməlidir. O 3 ilə, 5 ilə özün tamam, o ailənin, mühitin tərbiyəsini, o ailənin, mühitin qayda qanunu götürənə qədər imkan verməlidir. Təşəkkür Yəni hər şeydən ötürü söz-söhbət yaratmamalıdır. Çox Mən belə sağ olun, fikirləşdim. əzizim, çox Mən özüm də ailədə beləyəm. Minnətdaram. Çox təşəkkür edirəm maraqlı fikirlərinizə görə, maraqlı təşəbbüslərinizə görə, təkliflərinizə görə. Amma kimisə hüquqi yardımla məsləhətə ehtiyacı varsa böyük məmnuniyyətlə. Qeydiyyatdan keçmisiniz də, düzdürmü? Aha, hə. Oldu, təşəkkür edirəm. Sağ olun.